Bir zamanlar dərin və səssiz mavi okeanın altında kiçik bir balıq ailəsi yaşayırdı. Onlar dənizin dibində parıldayan, çoxdandır səbirsizliklə gözlədikləri bir kürünü qoruyurdular. Ata balıq hər gün kürünün ətrafında üzür, ona qayğı ilə yanaşırdı. O, gələcəkdə doğulacaq balıq üçün kiçik hədiyyələr hazırlayırdı. Mirvari tac incə və zərif biri üçün, göy rəngli kral tacı isə güclü və cəsur biri üçün. Ana balıq isə narahat idi. Axı okean həmişə təhlükəsiz deyildi. O, səbirli olmağı və hər şeyin öz vaxtında baş verəcəyini deyirdi. Yuxarıda isə dəniz həyatı sakit axırdı. Amma bir gün hər şey dəyişdi. Böyük bir gəmidən düşən nəhəng lövbər dənizin dibinə çırpıldı. Elə bu qarışıqlıqda parlayan kürü güclü su axını ilə yerindən qopdu və dərinliyə doğru sürükləndi. Amma ümid bitmədi. Dənizin sirli bir qoruyucusu, su pərisi bu itkin kürünü gördü və onun ardınca getdi. O, akulaların əlindən qurtulub, dəniz tısbağasının müdrikliyi ilə yoluna davam etdi. Nəhayət, o kürünü tapdı. Parlayan kürünü diqqətlə götürdü və geri döndü. Ana və ata balıq su pərisini görcək sevincdən nə edəcəklərini bilmədilər. Birdən kürü çatladı və bütün mavi balıqlar su pərisinin ətrafına yığışdı. Sən demə, bu nağılın baş qəhrəmanı balıq bir oğlan imiş. Ata balıq ehtiyatla kiçik göy rəngli tacı onun başına qoydu. Axı o, çoxdandır bu hədiyyələri hazır etmişdi. Və o an okean artıq sadəcə bir yer deyildi. O, ümidin və yeni başlanğıcların dünyasına çevrilmişdi. Bu hekayə isə dalğaların yaddaşında əbədi qaldı.